Salam, hər vaxtınız xeyir olsun. Əziz tələbələr, bugün sizinlə sıfırdan məntiq dərsləri seriyamızın 8-ci dərsinə, yəni mətin məntiq təhlil bölməsindən test suallarının izahına baxacağıq. Keçək suallarımızın izahına. Birinci sualımızı oxuyaq görək bizə nə deyir. Deyir A, B, C, D və Y şkafları 1, 2, 3, 4 və 5 rəqəmləri ilə nömrələnmişdir. Gəlin biz də qeyd edək. 1, 2, 3, 4 və 5. Hər rəqəm aid olduğu şkafın əlifba sırasından fərqli olaraq yazılmışdır. 3 və 4 rəqəmləri D və Y şkaflarının nömrələridir. Deməli 3 ilə 4-ə biz D-nə yeni yazırıq. Amma bilmirik 3 mü dedi, 4 mü dedi. Ona görə 2 şərt daxilində baxırıq. 3-ə D yazırıq, 4-ə Y. Bir də 3-ə Y yazırıq, 4-ə D. Sonra bizə nə deyir? A şkafına aid nömrə C şkafının nömrəsindən böyük. B şkafının nömrəsindən kiçikdir. Bizdə 3 dənə boş yer qalıbdır. Yəni 3 dənə boş nömrə qalıbdır. 3 dənə də şkaf qalıbdır. İndi deyir ki, A şkafına aid nömrə C şkafının nömrəsindən böyük. Yəni A böyükdür C-dən. Bir də ki, A şkafına aid nömrə B şkafının nömrəsindən kiçikdir. Onu deməli A kiçik olmalıdır B-dən. Onu deməli B də böyük olur A-dan. 5, 2, 1'i biz buraya yazsaq, 5 böyükdür 2-dən, 2 də böyükdür 1-dən. Başqa bir şərt daxilində yaza bilmirik yalnız. 5 olur B, A olur 2, C də olur 1. Bizdən C şkafını soruşur, oldu A variantı. Baxaq digər sualımıza. Deyir Nicar, Lamiyə, Nərgiz, Sevil, Aynurə, Elza, Aytaç və Elnarə adlı tibb bacıların hər biri eyni gündə xəstəxanada müxtəlif palatlarda növbətçi olurlar. Palatalar 1-dən 8-ə qədər nömrələnmişdir. Gəlin biz də nömrələyək. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Nigar və Lamiyənin, Nərgiz və Aynurənin otaqları yan-yana deyil. Sevil və Elza nömrəsi tək ədəd olan palatalarda növbətçidir və Sevilin olduğu palata nömrəsi Elza'nın olduğu palata nömrəsindən böyükdür. Aytaç bir nömrəli palatada növbətçidir. Deməli 1-ə Aytaç yazaq. A-cı yazaq ki, çünki bizdə Aynurə də var, Aytaç da var. Sonra səhv salmayaq. A-cı. Bu oldu Aytaç. Bu şərti qeyd elədik. Sonra deyir ki, və onun yanındakı otaqda Elnarə növbətçidir. Deməli, Aytaçın olduğu palatın yanında da Elnarə var. Bizdə Elza da var, Elnarə də var. Bunları fərqləndirmək üçün birinə E yazaq. Bu olsun Elnarə. Bu şərtimizdə qeyd elədik. Əgər Nərgiz 7 nömrəli palatda növbətçidirsə, deməli, bizdə Nərgiz, bir də Nigar var. Birinə Nazı yazaq. Nərgiz oldu 7 nömrədə növbətçi. Bunu da yazdıq. Kimlərin hansı palatda növbətçi olduğu dəqiq bilinmir. İndi gəlin digər şərtlərimizi oxuyaq birlikdə. Bu şərt bizə lazım deyil və bunları niyə silirəm? Mətnim gözümdə kiçilsin deyə. Deyir, Sevil və Elza nömrəsi tək ədəd olan palatalarda növbətçidir. Tək ədəd olan bizdə qalıb 3 ilə 5. Deməli, Sevil ilə Elza 3 ilə 5'dir. Amma deyir, Sevilin olduğu palatanın nömrəsi Elza'nın olduğu palatanın nömrəsindən böyükdür. Bunu deməli, Sevil olur 5'də. Elza da ayasaq olur 3'də. Bunu da qeyd elədik. Daha sonra bir şərtimiz var ki, deyir, Nigar və Lamiyənin, Nərgiz və Aynurənin otaqları yan-yana deyil. Baxın buradan diqqətlə. Nərgizlə Aynurənin otaqları yan-yana deyilsə, mən Aynurəni nə 6-ya, nə 8-ə yaza bilmərəm. Çünki Nərgiz 7-dədir. Onda Aynurəyə bir dənə qalır 4. Amma Nigarla Lamiyəni mən 6-ya Nigar yaza bilərəm, 8-ə Lamiyə və yaxud da ki 6-ya Lamiyə yaza bilərəm, 8-də Nigar. Bunların yerləri nədir? Dəqiq bilinmir. Biri 6 olanda digəri 8 olur, digəri 6 olanda o birisi 8 olur. Deməli, Nigarla Lamiyənin yerləri dəqiq bilinmir.
Keçək digər sualımıza. Deyir 5 nəfər bir sıra üzrə əyləşib. 1, 2, 3, 4 və 5. Sıranın əvvəlində və axırında əyləşənlərdən biri Seymur, digəri isə Əhməddir. Yəni birinci, 5-ci yerdə Seymurla Əhməd əyləşib, amma hansı halsı olduğunu bilmirik. Bir dəfə 1-də Seymur oturur, bir dəfə Əhməd oturur. Bir dəfə 5-də Əhməd oturur, digərində Seymur oturur. Sonra nə deyir bizə? Fərid Raufun solunda. Bir qıraqdan yazıram. Rauf buradadırsa, Raufun solunda Fəriddir. Bunu qeyd elədim. Akşində Əhmədin sağında əyləşib. Baxın, Əhməd onda 5 ola bilməz. Çünki Əhmədin sağı yoxdur. Biz 5-ə kimi nömrələmişik. Deməli, Əhməd onda oturub 1-də. Əhmədin də sağında Akşin oturur. Deməli, onda yuxarıdakı şərtimiz səhvdir. Buna baxmırıq. Rauf isə Seymur və Fəridin arasında əyləşib. Deməli, onda Fərid olur 3-də. Fərid ilə Seymurun arasında Rauf olur. Bizdə nə deyir? Ortada əyləşən kimdir? Fərid. Deyərsiniz ki, müəllim, sualı siz izah etsən cavab Fərid çıxdı. Yox. Test bu formatda düzəldilib. Ona görə variant ilə oldu Y variantı. İndi deyək görək 2-də nə deyir? Deyir, əgər Əhməd Fəridlə, Rauf isə Akşin ilə yerlərini dəyişsələr, Raufun solunda əyləşən kim olar? Birinci Əhməd ilə Fərid yerini dəyişir. Onda Əhməd olur 3-də, Fərid olur 1-də. Rauf isə Akşin ilə yerini dəyişəndə, onda Rauf olur 2-də, Akşin də olur 4-də. Seymur da öz yerində qalır. Deyir, Raufun solunda əyləşən kimdir? Rauf buradadır, sağı Əhməddir, solu yenə Fərid oldu. C variantı. Keçək digər sualımıza. Bizə deyir, iştirakçıların bəli, B ya da xeyr X formasını cavabladığı 5 sualı bir anketdə Aylin, Babək, Cəmil, Dəniz və Elxan adlı şəxslərin. Deməli, burada 2 parametr var, 3 parametr var əslində. Bəli, xeyr, 5 dənə sual var, bir də adlar var. Ona uyğun bir cədvəl quraq. Aylin, Babək, Cəmil, Dəniz, bir də Elxan. Və bunların indi 5 suala nəzərən hissələrə bölək. Deməli, o zaman 1, 2, 3, 4 və sonda da 5 yazacaq. Cədvəlimiz artıq hazırdır. İndi görək bizə verilən şərtlər nələrdir? Bizə deyir ki, hər kəs bütün sualları cavablamışdır. Bir dəfə oxuyaq mətni, şərtləri. Sonra baxaq görək hardan başlayırıq. Deyir, Aylin 3 dənəsi ard-arda olmaqla 4 suala X cavabı vermişdir. Bunu hələ dəqiq bilmirəm, qeyd edeyim. Babək 2 dənəsi ard-arda olmaqla 3 suala bəli cavab vermişdir. Bunu dəqiq bilmirik, hara yazacaq. Aylin və Elxan 2-ci suala X cavabını vermişdir. Aylin ilə Elxana 2-ci suala X yazacaq. Qeyd elədik. Və bu şərtin üstünə xətt çəkdim. Babək, Cəmil, Dəniz 4-cü suala X cavabını vermişdir. Deməli, Babək, Cəmil və Dəniz 4-cü suala X cavab veriblər. Bunu da qeyd elədik. Bizə nə deyir? Dəniz hər suala bir əvvəlkindən fərqli cavab veribdir. Yəni 4-ə X cavab veribsə, deməli onda 3-ə B cavab verib. Onda 5-ə də B cavab verib. Onda 2X düşür, 1-ə yenə B cavab düşür. Hər bir suala digərindən fərqli cavab verib. Bunu da qeyd elədik. Deyir, Cəmil bütün suallara eyni cavabı vermişdir. Deməli, Cəmil onda hamısını X cavab veribdir. Elxan 2 suala Cəmildən fərqli cavab verib. Bu haqda dəqiq məlumatımız yoxdur. İndi gəlin verilən, baxaq görək mütləq doğrudur, harda var. Deyir, Elxan 3-cü suala B cavabını vermişdir. O haqqında, baxın, dəqiq bir məlumatımız yoxdur. O hissə boşdur bizdə, Elxanda. Aylin üzr istəyirəm. Aylin 3-cü suala B cavabını vermişdi. Aylin 3-cü suala B cavabı haqqında məlumat yoxdur, boşdur, baxın. Mütləq o demək ki, konkret hə və yaxud da ki, yox deməlidir. Ola bilər, olmaya bilər, bu şərtlərə baxmırıq biz. Burada doğru cavab Y variantı. Deyir, Dəniz 2-ci suala X cavabını vermişdi. Həqiqətən, baxın, Dəniz 2-ci suala X cavabını verir.
Keçək digər sualımıza. Müəllim 8 abituriyent hazırlayır və çərşənbə günü 3 dəfə bu abituriyentdən ibarət ayrı-ayrı qruplara dərs keçir. Deməli 10 qrupu var, 14 qrupu var, bir də 18 qrupu var. Q 2 nəfərlik qrupdadır, R və Y eyni qrupdadırlar, S və X müxtəlif qrupdadırlar. T'nin dərsi ya saat 10:00-da ya 18:00-dadır. X-in dərsi V-dən əvvəl olur. Əgər Z və Q-nun dərsi 10:00-dadırsa. Z ilə Q. Saat 18:00-da hansı abituriyentlərdən ibarət qrupun dərsi başlayır? Baxın, burada deyir ki, Q 2 nəfərlik qrupdadır. Deməli, 10:00-da başqa tələb ola bilməz. Burada 2 nəfər olacaq. Bir də bizə deyir ki, T'nin dərsi ya 10:00-da ya da 18-dədir. T onda 10:00-da ola bilməz. T olur 18-də. Bunu da qeyd elədik. Burada deyir ki, X-in dərsi V-dən əvvəl olur. V-dən əvvəlcə V olur 18-də, X də olur 14:00-da. Sonra diqqətlə baxanda deyir ki, S və X müxtəlif qruplardadır. Onda S olur 18-də, X də müxtəlif qruplarda olmağı üçün. Deyir ki, R ilə Y də eyni qrupdadır. R ilə Y də bura qeyd eləyəndə hamısını tapmış olduq. Bizə deyir ki, 18:00-da hansı abituriyentdən ibarət qrupun dərsi başlayır? V, S, T. A variantı. Və yaxud ki, T, S, V, S, V, T, yəni hansı variantlarda olsa doğru onu götürəcəyiz. Baxaq digər sualımıza. Bayram, Dadaş, Elçin, Fərəc və Mərdanın hər birinin bir avtomobili var. Mərdan və Bayramın avtomobilləri göy. Deməli, bizdə adlar var. Qeyd edək. Bayram, Dadaş, Elçin, Fərəc, bir də Mərdan. Belə bir cədvəl quraq. Sonra görə bizə buradan nə deyir? Avtomobillərin rənglərini qeyd edək. Bura yazıram. Avto. Başqa bizdə nə var? Sonra görə bizdə hansı parametr var onu yazarıq. Deyir, Bayram və Elçin avtomobillərinin qapılarına çəkilən ağ zolaq oturacaqların üzü ilə eyni rəngdədir. Deməli, bizdə oturacaq rəngi var. Dadaşın avtomobilində zolaq göy, Fərəc və Mərdanın avtomobilində zolaq narıncı rəngdədir. Dadaşın və Fərədin avtomobillərinin oturacağının üzü göy, digərlərinki ağ rəngdədir. Kimin avtomobilinin narıncı zolağı və göy üzlü oturacağı var? Bir də bizdə nəyi var? Zolaqlar var. İndi mətnimiz bir də oxuyuruq, qeyd eləyək. İndi biz görək nə deyir. Mərdanın və Bayramın avtomobilləri göy. Mərdanla Bayram oldu göy. Digərlərinki isə qırmızı rəngdədir. Digərlərinə qırmızı yazıq. Q. Bayram və Elçinin avtomobillərinin qapılarına çəkilən zolaq, ağ zolaq, oturacaqların üzü ilə eyni rəngdədir. Deməli, Bayram Elçinin oturacaqların rəngi də bir də zolaqlar ağdır. Ağ yazaq. Bir də Elçində. Ağ yazaq. Deməli, bu hissəni qeyd elədik. Bunu da qeyd elədik. Dadaşın avtomobilində zolaq göy. Dadaşda zolaq göydür. Fərəc və Mərdanın avtomobilində zolaq narıncıdır. Fərəc və Mərdanda zolaq narıncıdır. Dadaşın və Fərədin avtomobillərinin oturacağının üzü göy. Dadaşla Fərədin avtomobillərinin oturacağının üzü göy. Göy. Digərlərinki isə ağ rəngdədir. Onda digərlərini ağ yazarıq. Kimin avtomobilinin narıncı zolağı və göy üzlü oturacağı var? Narıncı zolaq bir var Fərəcdə, bir var Mərdanda. Amma göy üzlü deyirsə Fərəc olur. Baxın, göy üz, narıncı zolaq. Mərdanda amma ağ üzdür. Oldu Fərəc. B variantı. Keçək digər sualımıza. 4 dost və onların bütün uşaqları. Birinin bir qızı. Burada qeyd edək. 4 dənə dostdur. 1, 2, 3, bir də 4. Birinin bir qızı var. Digərlərinin 2 qızı, üçüncünün 3 oğlu, bunun 2 qızı var. Bunun 3 oğlu var.
Aha. Birinin de bir kızı, bir oğlu var. Yani buradan yazaq. Bir oğul, iki oğul, üç oğul, bir de bir oğul, bir kız var. İndi görək bizə nə deyir? Vüqar qardaşı Zauru dedi. Deməli, Vüqarla Zaur qardaşsa, bunlar üç oğula aiddir. Vüqar, Zaur. Gəl Yunus əminin oğlu ilə balıq tutmağa gedək. Deməli, Yunus əminin oğlu varsa, Yunus əminin bir oğlu olur, bir qızı olur. Aytən dedi, bacımla mən də balıq tutmağı sevirik. Deməli, Aytən gilə olur, iki qız. Çünki bacısı var. Keçən il Faiq əminin qızı ilə tez-tez balıq tutmağa gedirdik. Faiq əminin də onda bir dənə olur qızı. Məhəmməd bacısına dedi. Məhəmmədin bacısı varsa, deməli onda Məhəmməd oğlandır, onun bacısı da Yunus əminin qızı olur. Məhəmməd olur Yunus əminin oğlu. Məhəmməd bacısına dedi. Nərmin. Deməli onda Yunus əmin bir dənə də qızı Nərmindir. Sən də gəl Günayı da çağır. Səfər qızına dedi. Könül, Rəsulu da özünüzdə aparın. Deməli, Səfərin də onda olur iki qızı. Biri Aytən etsi olur da olur Könül. Könül, Rəsul da özünüzdə aparın. Tofiqin uşaqları kimlərdir? Tofiq onda oldu üç oğlu. Çünki Faiq, Səfər, Yunusi qeyd edilsə Tofiq oldu burada. Baxaq görə bizdə Tofiqin Vüqar Zaurda oğlu var. 2 dənə oğlu. Buradakı hansısa bir şərtdə qeyd etməmişik kimisə. Gəlin bir yerdə baxaq. Deməli biz qızlardan Aytəni tapdıq. Könlü tapdıq. Bir də Nərmin tapdıq. Onda Günay olur. Faiq əminin qızı. Günay oldu burada. Oğlanlardan da biz Vüqarı tapdıq, Məhəmməd tapdıq, Zauru tapdıq, Rəsul da olur. Tofiq əmin oldu. Deməli, Tofiq əmin uşaqları kim oldu? Vüqar, Zaur, Rəsul. Keçək digər sualımıza. Yarışmanın nəticəsinə görə 1-5-ci yerləri A, B, C, D tutdular. Biz də yazaq 1, 2, 3, 4, 5. A, D qalib deyil. Deməli, A ilə D 1 ola bilməz. B və C tək yerləri tutmayıblar. Deməli, B ilə C 2 ilə 4 olur. Burada B olanda burada C olur. Burada C olanda burada B olur. Çünki yerlərini dəqiq bilmirik. B, Y qonşu yerləri tutublar. B-yə qonşu yerləri hələ dəqiq bilmirik. Çünki B-nin yerini bilinmədiyi üçün Y-nin harada olduğunu bilə bilmərik. C, D-dən yaxşı nəticə göstərdi. Aha. A və C-nin tutduğu yerləri müəyyən edin. Bir də baxaq diqqətlə. Baxın diqqətlə. Deyir, A ilə D qalib deyil. B ilə C də 2-ci, 4-cü yer tutubsa, onda qalib kim olacaq? Yalnız Y qalır. Bunu qeyd elədik. B, C tək yerləri tutmayıblar. Bunu da qeyd elədik. B ilə Y qonşu yerləri tutublarsa, biz deməli yuxarıdakı şərtə baxırıq. Çünki B ilə Y yuxarıdakı şərtdə nədir? Qonşudur. Aşağıdakı şərt getdi. C də D-dən yaxşı nəticə göstərdi. Onda D olur 5-də ki, C ondan yaxşı nəticə göstərsin. A-ya da qalır bir dənə 3. Bizdən A ilə C-nin tutduğu yerləri soruşub 3 ilə 4 B variantı. Baxaq bu sualımıza. Sualımızı cədvəlsiz işləyəcəyik. Həmin qaydanı da bilmiş olun. Deyir, Ruhid, Əli, Vaqif və Ceyhun dostdurlar. Onlar Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərində işləyirlər. Onlardan ikisi iqtisadçı, biri həkim, biri də hüquqşünasdır. Gəncə şəhərində işləyən iqtisadçı deyil. Harada Gəncə iqtisadçı varsa çıxın. Görək, haradasa varmı ümumiyyətlə? Gəncə iqtisadçı variantlarda yoxdur. Hüquqşünas nə Sumqayıt, nə də Gəncə şəhərində işləmir. Hüquqşünas Sumqayıt, Gəncə varsa çıxaq. Hüquqşünas, baxın burada Gəncə var. Çıxarıq. İndi diqqətlə baxın. Gəncədə deyir, iqtisadçı işləmir. Gəncədə deyir, hüquqşünas işləmirsə, Gəncədə yalnız kim işləyə bilər? Bir dənə həkim qalır. Deməli, Gəncədə olacaq həkim. Gəncə
Yazarım buradan həkim. Sonra görək bizə nə deyir. Ceyhun Bakıda, Ruhit isə Gəncə şəhərində işləmir. Ceyhun Bakı varsa, Y variantına baxın, Ceyhun Bakı var. Çıxarıq. Ruhit isə harda işləmir? Gəncə şəhərində. Ruhit Gəncə harda varsa çıxarıq. Bu heç bunu bayaq çıxmışıq. Sonra baxaq görək bizə nə deyir. Ruhit və Vaqif iqtisadçı deyil. Deməli, Ruhit iqtisadçı deyil. Amma B variantına Ruhit iqtisadçı veribdir. B-ni də çıxarıq. Qalarıq aynı C-nin arasında. Bizə deyir ki, Lənkəranda işləyən də iqtisadçı deyil. Deməli, onda iqtisadçı harada işləyə bilər? İqtisadçı Lənkəranda işləmir. İqtisadçı Gəncədə işləyə bilməz. Bizdə də 2 dənə iqtisadçı varsa, baxın deyir, ikisi iqtisadçıdır. Onda bunlar harada işləyir? Lənkəranda Gəncədə işləmirsə, Bakı ilə Sumqayıtda iqtisadçılar işləyir. İqtisadçılar bizdə oldu harada? Bakı ilə Sumqayıtda. Bakı. Onda hüquqşünasda da bir dənə qalır, Lənkəran. Deməli, hüquqşünas işləyəcək Lənkəranda. Amma A variantında hüquqşünas Bakı veribdir. A-nı da silərik, cavablar C variantı. Keçək digər sualımıza. Deyir K, L, M, N, F dostdurlar. Bir dənə cədvəl quraq. Görək bizə indi nə deyəcək şərtlərdə. K, L, M, N və F. Onlardan biri həkim, müəllim, mühəndis, sürücü və menecerdir. Bunları qeyd edək. M-E yazdıq ki, menecer, M-H-da mühəndis oldu. K-Y menecer ya da mühəndisdir. Deməli, K nə həkim ola bilməz. K nə müəllim ola bilməz. K nə sürücü ola bilməz. Ya mühəndis olur, ya menecer. M deyir, müəllim deyil. M müəllimə minus yazıq. Yalnız M ilə F qadındır. Yaxşı. M qadındır, bir də F qadındır. Deyir, həkim qadın deyil. Onda M ilə F qadındırsa, M ilə F həkim də deyil. Mühəndis və sürücü kişidir. Onu deməli, M ilə F qadındırsa, mühəndis ilə sürücü də ola bilməz. Mühəndis də olmur, sürücü də olmur. Mühəndis də olmur, sürücü də olmur. Onda M-ə yalnız qalır menecer. Onda başqa yetişkin menecer ola bilməz. Onda F-ə qalır müəllim. Çünki müəllim xanası bir dənə boşdur. Başqa yetişkin müəllim ola bilmir. Onda K-yə qalır bir dənə mühəndis. Başqa yetişkin mühəndis ola bilməz. Bizdən nə soruşur? M-in peşəsi nədir? M peşəsi oldu menecer. A variantı. Baxın digər sualımıza. Tədbirin rəsmi hissəsində 6 nəfər çıxış etdi. Onların çıxış arzuları ilə bağlı aşağıdakılar məlumdur. Deməli, 1-ci, 2-ci, 3, 4, 5 və 6. Y-nin çıxışından sonra yalnız bir çıxış oldu. Deməli, onda Y 5-də olub ki, bundan sonra da bir dənə 6-cı çıxış eləyibdir. Bunu qeyd elədik. İlk çıxış edən B oldu. B birinci oldu. C ilə A-nın çıxışları arasında bir çıxış oldu. İndi burada baxın. Bir neçə şərt ola bilər burada. C ilə A-nın arasında. Baxın, C ilə A bu şərt daxilində ola bilər. Bir də C ilə A, bura C ola bilər, bura A ola bilər. Burada, orada 3 yaza bilərik. 3-ə yaza bilərik, birdən çıxış. Burada isə Y verib özü. İndi bizə nə deyir? Aşağıdakıların hansı mütləq səhvdir? Son çıxış edən A oldu. Bu ola da bilər, olmaya da bilər. Çünki A 4-də də ola bilər, 6-da da ola bilər. C ikinci çıxış etdi. Ola da bilər, olmaya da bilər. 2-də də var, 4-də də var C.
İki şərtin ikisini də mütləq baxmalıyıq. A 4-cü çıxış etdi. Bu heç bir şərt daxilində olmur. A buradan 6-cı da ola bilər, 4-cü də ola bilər. C 3-cü çıxış etdi. C heç vaxt 3-cü ola bilməz. Çünki diqqətlə baxın, bu şərtləri silirəm. Aşağıda və yuxarıda sildiklərim. Yazılarımı sildim. C-ni 3-ə yazdımsa, C ilə A-nın çıxış arasında bir çıxış ola bilməz. Ya A 1-də olmalıdır, ya A 5-də olmalıdır ki, C ilə A-nın arasında bir dənə 4 olsun, C ilə A-nın arasında bir dənə 2 olsun. Deməli, bu D variantı mütləq səhvdir. İndi bayaqki şərtimizi yenidən yazaq. Deməli, C-miz bizim haradaydı? Ya C 2-də olurdu, A 4-də olurdu, ya C 4-də olurdu, A olurdu 2-də. İndi bizə nə deyir? Dördüncü çıxış etmiş şəxs aşağıdakılardan hansılar ola bilər? A da ola bilər, C də ola bilər. 1 ilə 2.